Bu videoda bir qədər tarix haqqında danışmaq istəyirəm. Təbii ki, tarix deyəndə biz Azərbaycanın çox da uzaq olmayan yaxın siyasi tarixi haqqında danışmaq istəyirəm. 4 iyun qiyamı haqqında. Və 4 iyun qiyamı haqqında 3 əsas şəxsin təbii ki, biz adı ilə başlamalıyıq bu məsələyə. Birinci növbədə təbii ki, Elçi bəy, dövrün prezidenti, dövrün baş naziri, həm də qiyamçısı Sürət Hüseynov və Heydər Əliyev obrazı haqqında. Bu üç obrazdan kim haqlı idi və yaxud da ki, kimin haqlı tərəfləri daha çox idi? Bugün bu videoda bu haqda danışmaq istəyirəm. Əvvəlcə onu başlayaq ki, Elçibəyin, rəhmətli Elçibəyin, təbii ki, bu haqqında danışdığım şəxslərdən hər üçü artıq dünyasını dəyişib və bütün dünyasını dəyişən insanlara biz Allahdan ancaq rəhmət diləyə bilərik. Bizim ölülərlə işimiz olmamalıdır. Və ona görə ancaq bu videoda mən ancaq siyasi dəyərləndirmə edəcəm və heç bir nifrət nitqi olmadan heç bir üç şəxsin, yəni heç birinə təbii ki, siyasi səhvlər və siyasi hadisələrə mən şəxsən öz dəyərləndirməmi edəcəm bu videoda. Sizə də maraqlı olsa fikirlərimə qatılarsınız. Fikirlərimə qatılmadığınız məqamlar olarsa da təbii ki, rəy bölümündə mən heç bir rəy demək olar ki, 99,99% mən heç bir rəy silmirəm. Hətta mənim özümə yönəlik belə təhqir və aşağılayıcı yorumlar olsa belə mən onları silmirəm və keçək əsas məsələyə. Elçibəyin prezidentliyi məsələsi. Şəxsən mənim dəyərləndirməm budur ki, bir gənc Azərbaycanın bir vətəndaşı kimi və yaxud da ki, bir gənc siyasətçi kimi və yaxud da ki, özünü gələcək prezident hesab edən bir şəxs kimi mənim Əbülfəz Elçibəyə yanaşmam bundan ibarətdir ki, Əbülfəz Elçibəy çox bəlkə də yaxşı bir insan idi. Və onun təbii ki, yaxşı pis insan olma bu nisbi məsələdir. Biz onu dəyərləndirə bilmərik. Amma mən öz baxışımdan budur ki, Elçibəy çox vətənpərvər, çox dövlətini çox sevən, bayrağını, millətini çox sevən, sadə həyat tərzi sürən bir insan idi. Amma onun yaxşı siyasətçi olub olmamağı məsələsi isə çoxları üçün bu müzakirə mövzusudur. Mənim üçün isə ümumiyyətlə mən düşünürəm ki, Elçibəy çox da yaxşı siyasətçi deyildi. Və dövrün onun bir illik hakimiyyəti dövründə o qədər böyük problemlərinin olması da, o qədər xaotik ölkə idarə etməsi də təbii ki, biz yeni müstəqil olmuş bir dövlət idik. Bununla da əlaqəsi var, bunu da unutmayaq. Amma həm də Əbülfəz Elçibəyin komandası yaxşı deyildi. Onun təyin etdiyi şəxslər, onun təyin etdiyi nazirlər, müxtəlif vəzifələri təyin etdiyi məmurlar çox da bilikli, bacarıqlı məmurlar deyildi. Və təbii ki, mən o məmurları indiki Azərbaycan hökuməti dövründə olan məmurlarla müqayisə etmək istəməzdim. Çünki indiki və bundan əvvəlki, yəni hazırki iqtidarın dövründə olan keçmiş və indiki məmurlar bilikli, bacarıqlı şəxslər olmaqla yanaşı, həm də dövlət büdcəsindən küllü miqdarda mənimsəmələr, oğurladıqları mal-mülklər, ölkənin sərvətlərini talamaqla yadda qalıblar. Amma Əbülfəz bəyin dövründəki, yəni Elçibəyin hakimiyyəti dövründəki məmurların buna heç bəlkə imkanları yox idi. Amma həm də mən düşünmürəm ki, onların indiki məmurlar qədər bu dırnaqarası bacarıqları da var idi. Və Əbülfəz Elçibəyin özü mən düşünürəm ki, çox da yaxşı siyasətçi deyildi. Bəlkə də siz buna görə rəylərdə məni top atəşinə tutacaqsınız. Hazıram buna da. Hər kəs istənilən rəyi yaza bilər. Amma mən hər halda mənim düşüncəm bundan ibarətdir. Və Sürət Hüseynov məsələsi, ümumiyyətlə niyə bu qiyam baş verdi və Heydər Əliyev necə oldu ki, gəlib əvvəlcə Azərbaycanın parlamentini ələ keçirdi, daha sonra isə prezidenti oldu. Ölkəni idarə etdi bir 3 ay müddətindən sonra prezident seçkiləri təyin olundu və Heydər Əliyev prezident seçildi və prezident seçildikdən sonra da indiyə kimi artıq Yeni Azərbaycan Partiyası 33 il olacaq ki, hakimiyyətdədir. Gəlin biz ardıcıllıqla gedək. Ümumiyyətlə 4 iyun qiyamı niyə baş verdi? Bunun qarşısı vaxtında alına bilərdimi? Təbii ki, burada fikirlər müxtəlifdir. Bəzi insanlar düşünür ki, Əbülfəz Elçibəy vətəndaş müharibəsi olmasın deyə gedib Kələkidə oturdu. Amma bəziləri belə düşünmür. Hətta biz kənardan müşahidə edən və təhlil edən insanlarla yanaşı,
hərəkat dövründə həmin dövrlər AXC Müsavat hakimiyyətinin təmsil olunan şəxslərin özlərinin belə yanaşmaları müxtəlifdir. Çünki onların arasında belə bəzi insanlar var ki, onlar ümumiyyətlə Əbülfəz Elçibəyin Kələkiyə getməsini yersiz və kifayət qədər yanlış bir addım hesab edirdilər və onlar düşünürdülər ki, vətəndaş müharibəsi çıxmadan da bu işi həll etmək olardı. Bəli, bir qrup insan ümumiyyətlə belə düşünür ki, lap olsun vətəndaş müharibəsi çıxsaydı, amma bir prezident ölkəni qoyub özünün doğulub boya başa çatdığı kənddə gedib evində oturmamalı idi. O məsuliyyəti hiss etməli idi. Amma təbii ki, Elçibəyin özünə gəlincə o isə düşünürdü ki, mən ölkəni Kələkidən belə idarə edə bilərəm, amma bu təbii ki, inandırıcı deyil. Bu ən azından inandırıcı olsaydı elə həmin dövrlər 93-cü ildə parlamentdə elə onun öz dəstəkçiləri, onun öz AXC Müsavat hakimiyyətinin parlamentariləri onlar özləri Əbülfəz Elçibəyin prezidentliyinin səlahiyyətlərinin qorunub saxlanılmasına çalışacaqdılar. Amma onların da bir qismi çalışdı, o da yetərli olmadı və Əbülfəz Elçibəy artıq tamamilə Azərbaycan dövlətini idarə etməsi ilə bütün əlaqələri kəsildi. Kələkiyə getdikdən sonra və zaman-zaman da Heydər Əliyev Azərbaycanda hakimiyyət oldu. İndi siz sual verə bilərsiniz, Sürət Hüseynov obrazı, ümumiyyətlə bu obraz kimin Azərbaycan siyasi səhnəsinə oynatdığı deyək və yaxud da ki, yerləşdirdiyi deyək bir obraz idi. Təbii ki, çox adam Sürət Hüseynovu haqlı olaraq Rusiyaya bağlayır, Rusiya ilə əlaqələrini çox zəngin olduğunu düşünür ki, məncə bunda əsaslar da var. Çünki Sürət Hüseynov elə Gəncə qiyamından sonraki dövrdə bir il baş nazir oldu. Sonra o Heydər Əliyev dövründə həbs həyatı yaşadı. Həbsdən çıxandan sonra ümumiyyətlə onun Rusiyaya getməsi, sonra Rusiyadan yenidən Azərbaycana gətirilməsi, Heydər Əliyev dövründə Rusiyadan Azərbaycana gətirildi, Rusiyada sığınmışdı 97-ci ildə. Sonra həbs olundu. Sonra yenidən həbsdən çıxandan sonra da artıq ömrünün sonuna kimi, dünyasını dəyişənədək yenidən Rusiyaya gedib yaşadı. Təbii ki, bu çox böyük bir ehtimallarla bizə onu deməyə əsas verir ki, Sürət Hüseynovun arxasında dayanan güclər Rusiya dövlətinin hansısa bir qoluydu. Və onlar Sürət Hüseynov silahından həm Əbülfəz Elçibəyin özünə qarşı istifadə etdilər, sonraki dövrlərdə isə Heydər Əliyevə qarşı istifadə etməyi düşünürdülər ki, Heydər Əliyev, baxın, Heydər Əliyev təbii ki, KGB generalı idi və o ümumiyyətlə Rusiya dövlətinin siyasi xəttini, baxmayaraq ki, SSR-i, siz deyə bilərsiniz ki, SSR başqa bir dövlət idi, Rusiya başqa bir dövlət, amma sonuç etibarilə eyni idi, eyni düşüncə tərzi, imperialist düşüncə tərzi idarə edirdi və həmin kəşfiyyatçılar sonradan elə Rusiya xüsusi xidmət orqanlarında çalışırdılar və onların iş mexanizmini, iş gedişlərini təbii ki, Heydər Əliyevdən daha yaxşı bəlkə də 3-5 nəfər bilə bilərdi və ya ki, yox. Ona görə də Heydər Əliyev çox uzun keçməyən bir zaman kəsiyində Sürət Hüseynovu da sıra dışı buraxdı və ondan sonra artıq Azərbaycanı tək idarə etməyə başladı. Həmin o bir il yarım müddətində Heydər Əliyev Sürət Hüseynovla aşağı yuxarı birgə, bir baş nazir, bir də prezident kimi birgə ölkəni idarə edirdilər. Və Əbülfəz Elçibəy əgər həmin dövrlər Kələkiyə getməsə, Azərbaycanda qalıb Sürət Hüseynova müqavimət göstərsəydi, nə ola bilərdi? Həqiqətən bəlkə də Azərbaycanda vətəndaş müharibəsi ola bilərdi. Xüsusilə də Qarabağ müharibəsinin getdiyi bir dönəm idi və artıq müharibə özünün ən geniş fazasına yenicə keçmişdi. Biz yenicə Kəlbəcəri itirmişdik. 93-cü ilin aprelin əvvəlində biz Kəlbəcəri itirdik. Artıq Ermənistan, yəni Respublikasının keçmiş muxtar Dağlıq Qarabağ vilayəti ilə əlaqələri birbaşa artıq quru sərhədi yaranmışdı. Laçından sonra Kəlbəcər əsas açar Kəlbəcər idi və artıq erməni işğalçıları bütün Azərbaycana doğru hücuma keçməyə çox əlverişli nöqtələrdə idilər. Artıq Azərbaycanın demək olar ki, bütövlüklə Dağlıq Qarabağla əlaqələri tamamilə kəsilmişdi. Və həmin dövrlər əgər Azərbaycanda vətəndaş müharibəsi olacaqdısa, Azərbaycan özü parçalana bilərdi. Həmin ərəfələrdə biz cənubumuzda da hər hansısa bir Rusiyanın təsiri ilə, o da Rusiyanın nüfuzu ilə separatçı qüvvələr hərəkətə keçmişdi. Azərbaycanın şimalında da separatçı qüvvələr hərəkətə keçmişdi. Və bu məqamlarda əgər Azərbaycanda Gəncə ilə Bakı arasında az qalıb vətəndaş müharibəsi olacaqdısa
Bunun fəsadları, bunun sonuçları hara gedib bağlanacaq? Ümumiyyətlə Azərbaycan bu gün var idimi? Bu gün mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi oturub bu videonu çəkə bilərdimmi? Yoxsa baxın, bu özü də böyük bir sualdır. Təbii ki, biz tarixi dəyərləndirəndə, tarixdə olmuş hadisələrə qiymət verəndə həmin dövrün situasiyalarını da nəzərə almalıyıq. Bəli, mən başa düşürəm, mən hətta belə düşünürəm ki, Elçi bəy çox da yaxşı siyasətçi olmayıb, amma bizim həmin dövrlər çox böyük seçimlərimiz də yox idi. Elçi bəyin ən böyük səhvi bəlkə də parlamentin buraxılmaması idi. İlk hakimiyyətə gələn il 92-ci ildə. Həmin o parlament buraxılıb yenidən daha milli olan bir parlament yığılsaydı, bəlkə də bugün biz 4 iyun qiyamı haqqında ümumiyyətlə danışmayacaqdıq və tarixdə 4 iyun qiyamı deyilən bir şey olmaz. Amma həmin qiyamdan sonra Azərbaycanda baş verən proseslər bəlkə də həmin qiyama qədər olan proseslərdən daha maraqlıdır. Heydər Əliyev tez bir zamanda Azərbaycanda hakimiyyəti ələ aldı və artıq 33 ildir o şinil hakimiyyətdədir. Heydər Əliyev və daha sonra da onun oğlu İlham Əliyev. Və bugün də çox güclüdür bu iqtidar. Bütün demək olar ki, Azərbaycan vətəndaş cəmiyyətini, Azərbaycanda siyasi müxalifəti, müxalifət partiyalarını, az-çox fərdi şəkildə hökuməti tənqid edən insanları belə demək olar ki, zərərsizləşdirib, yarısını ölkədən göndərib məcburi yollarla, yarısını həbsə atdırıb, yarısını da necəsə balanslaşdırıb, yəni susdurub və bugün ölkədə özlərinə bir rəqib, özlərinə bir maneə olacaq, demək olar ki, heç bir şey saxlamayıblar və Əbülfəz Elçi bəyin həmin dönəm hakimiyyəti Heydər Əliyevə, belə deyək, təhvil verib getməsindən sonra və bugünkü günə kimi Azərbaycan müxalifəti həmin gündən etibarən zəifləyə gəlib artıq bu duruma düşüb. Və tədricən bu olub, birdən-birə olmayıb. Sürət Hüseynov obrazı, baxın, Azərbaycan tarixini nə qədər dəyişdirən bir şəxs oldu. Bir tək Sürət Hüseynov obrazı. Elçi bəyin axıcı müsavat hakimiyyətinin iqtidarlığına son verdi. Heydər Əliyevin Azərbaycanda hakimiyyəti ələ almasına bir körpü rolunu oynadı. Sonra özü də bir il, neçə aysa hakimiyyətdə ortaq təmsilçiliyi oldu. Sonra özü Rusiyaya qaçdı, sonra oradan gətizdirildi, həbs olundu, sonra yenə qaçdı, sonra orada dünyasını dəyişdi və gəlib Azərbaycanda sadəcə dəfn olundu. Amma bu insan bütün Azərbaycan siyasətini yeniləndirməyə bir körpü rolunu oynadı. Dəyişdirməyə bir körpü rolunu oynadı. Hələ çox adam ümumiyyətlə düşünür ki, Sürət Hüseynov Rusiyanın adamı olması ilə yanaşı həm də Heydər Əliyevə xidmət edirdi və o Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində əsas açarlardan biridir. Təbii ki, Sürət Hüseynovun addımları bu və yaxud digər formada Heydər Əliyevə sonunda xidmət etdiyini biz gördük. Bəlkə də özü istəyərəkdən və yaxud da istəməyərəkdən. Amma şəxsən mən düşünmürəm ki, Sürət Hüseynov birbaşa Heydər Əliyevin dırnaq arasında oynatdığı bir obrazıydı. Əksinə, mən düşünürəm ki, Sürət Hüseynov elə Rusiyanın buradakı gücü idi. Amma Heydər Əliyev çox, təbii ki, həmin o şineldən, KGB şinelindən çıxan bir siyasətçi kimi, çox təcrübəli bir siyasətçi kimi Sürət Hüseynovu da neytrallaşdıra bildi və Azərbaycanda bu 30 illik ailə hakimiyyətini qurmağa başladı həmin dövrdən bəri. Bugünə kimi də bu davam edir, hələ neçə il davam edəcək. Doğrudur, mən çox düşünmürəm bu iqtidar, Yeni Azərbaycan Partiyası hakimiyyətinin çox da uzun ömür olduğunu artıq düşünmürəm bundan sonraki dönəm üçün. Amma hər halda 4 iyun qiyamı Azərbaycan tarixində çox qara bir ləkə kimi qalıb və hələ də araşdırılası bir çox məsələlər var. Çünki Azərbaycanda ədalətli məhkəmə sistemi yoxdur, heç həmin dövrdə də olmayıb. Və 4 iyun qiyamı mən düşünürəm ki, hələ də özünün ədalətli dəyərini və yaxud da ki, araşdırılmasını hələ görməyib. Biz Azərbaycanda normal məhkəmə hüquq sistemi olandan sonra, Azərbaycanda ədalətli məhkəmə sistemi olandan sonra mən düşünürəm ki, 4 iyun qiyamı yenidən araşdırılmalıdır və bu qiyama gətirilən səbəblər
araşdırılmalıdır, günahkarlar tapılmalıdır. Baxmayaraq ki, günahkarların bir çoxu təbii ki, artıq bu dünyada olmaya bilər, artıq vəfat etmiş ola bilər. Amma hər halda ən azından doğru, dürüst siyasi qiymətin verilməsi üçün 4 iyun qiyamı mən düşünürəm ki, öz hələ tam hüquqi qiymətini almayıb.